Xoş gördük dəyərli izləyicilərimiz. Stop Narkotik televiziyasının növbəti layihəsi ilə görüşünüzə gəlmişik. Bugünkü qonaqlarımızdan birini yəqin ki artıq tanıyırsınız. Deniz Qırlə. Onunla biz həmsöhbət olmuşuq layihələrimizdən birində. Digər həmsöhbətimiz isə Faiq Muradovdur. Yadınızdadırsa Deniz bəy Faiq bəy haqqında danışmışdı həmin o layihədə. Demişdi ki, mən pis vəziyyətdə olanda, küçədə qalanda Faiq bəy mənə çox kömək eləyib, gətirib yemək verib mənə arxa dayaq olub. Mən də onu axtarıram ki, mən də ona kömək olum. Gətirim onu reabilitasiya mərkəzinə yerləşdirim. Sağ olsun Tərlan bəy də Təmiz Həyat Reabilitasiya Mərkəzinin rəhbəri. O da yəni bu təşəbbüsə qoşulub və hər ikisi, yəni həm Tərlan bəy, həm də Deniz bəy öz güclərini birləşdirib neçə müddət idi ki, Faiq bəyi axtarırdılar. Yəni parklarda axtarırdılar, küçələrdə axtarırdılar və nəhayət tapdılar. Əslində bu çox gözəl bir şeydir. Yəni o mənada ki, Deniz bəy öz sədaqətini nümayiş etdirdi. Nə vaxtsa ona kömək edən insanı darda qoymadı. Bugün artıq Faiq bəy reabilitasiya mərkəzindədir, müalicə prosesinə başlayıb və ümid edirik ki, ən qısa zamanda sağlam həyatına qayıdacaq. Və mən indi baxıram Faiq bəy sizə, ümumiyyətlə sizdə nə alkoqol belə deyək də əlamətlərini belə görə bilmirəm. Baxmayaraq ki, siz bayaq dedilər mənə ki, 4 ildir artıq evsiz, eşiksiz küçələrdə yaşayırsınız da, belə demək olarsa. Gəlin elə əvvəldən başlayaq. Ümumiyyətlə necə oldu ki, siz gəldiniz, bax belə bir vəziyyətə düşdünüz. Həyatınız əvvəlcə necə idi, necə yaşamısınız? Bilirəm ki, ailəniz də olub, övladlarınız da olub. Bəs sizi nə vadar elədi ki, spirtli içki düşkünü olasınız, evsiz, eşiksiz küçələrdə yaşayasınız? Mən elə bilin ki, uşaqlıqdan biraz nadinc olmuşam, evdən qaçmışam, evdəkilər, böyük valideynlərimin sözünə baxmamışam və onun nəticəsi də ağır olub. Məsəl üçün, cəza çəkmə müəssisəsində olmuşam, sonra çıxmışam, belə də ailə də qurmuşam, amma alınmayıb da, yəni xasiyyətimlə əlaqəli olub. Cəza çəkmə müəssisəsindən çıxandan sonra ailə qurmuşsunuz? Bəli. 9 il deyəsən cəza çəkmə müəssisəsində olmuşsunuz? 9 il, 9 ay bəli. Neynəmişdiniz ki, niyə düşmüşdünüz ora? Oğurluq eləmişdim. O vaxt yəni alkoqolla... Yox, elə də yox, amma belə özüm üçün... İçirdiniz də az-az? Bəli, içirdim, bəli, amma da alkaş vəziyyətində deyildim də. Nədən birdən-birə oğurluq elədiniz? Yəni, ümumiyyətlə, sizin peşəniz nə idi? Nə ilə məşğul olmuşsunuz? Nadinc idim də, uşaq idim, yəni qanmırdım. Neçə yaşınız var idi? 9-10 yaşından mən evdən qaçmışam, yəni uşaqlıqdan. Ailəniz bəs necə ailə olub? Yəni, atanız, ananız? Ailəmiz böyük olub, yəni 6 uşaq olmuşuq. Valideynləriniz sizə yetərincə diqqət ayıra bilməyib? Yəqin ki də elə olub, bəli. Sovet dövrü olub, misal üçün 85 təvəllüdəm mən. O vaxt uşaqlıq vaxtlarıma düşüb də. Yəni ailəniz kasıb idi? Hə, kasıb idi, bəli. Evimiz var idi, satdı, elə bir kirayədə yaşamışıq. Biraz kasıbçılıq olub. Niyə satmısınız? Atanızın da nəsə problemləri var idi? Yəqin ki də, onunla maraqlı. O da içən adam idi? Yox, elə yox, belə normal. Yəni evdən neçə yaşında qaçmağa başlamısınız, oğurluq eləməyə? 9-10 yaşında. Çöllərdə böyümüşəm, yəni belə. Bəs valideynləriniz sizlə maraqlanmırdı, sizi axtarmırdı? Axtarırdı, bir müddət müəyyən yaşa kimi axtarıb da evə də gətirib, amma sonra elə olub ki, daha indi yetkin yaşdayam da, ailə də qurdum, alınmadı da. Ailəmdə də söz-söhbət oldum. Nəyə görə oldu söz-söhbət? Sonra qoşandım içkiyə də belə 4-5 ildir içki içirəm. Nə sizi vadar elədi? Yoldaşımla yola getmədim də, yəni alınmadı. Özünüz sevib, seçib evlənmişdiniz? Yox, valideynlərim eləmişdi. Evləndirmişlər ki, bəlkə bu yoldan dönəsiz, hə? Yaxşı, bəs demək olar ki, ömrünüz boyu, yəni kiçik yaşınızdan oğurluq eləmişsiniz, içki içmişsiniz. Buna baxmayaraq, dediyim kimi, yəni daxili mədəniyyətinizi də itirməmisiniz, simanızı da itirməmisiniz. Bəs bu necə baş verib? Üstəlik, insanlığınızı da itirməmisiniz. Yəni özünüz çətin vəziyyətdə ola-ola tanımadığınız bir insana kömək edirdiniz. O da, mən ümumiyyətcə həyatda belə olmuşam. Yəni indi əlimizdən gələn yoldaşlıq eləmişik. Cini sözü də mənə yaxşılıq edir. Belə birincisi bu, bundan da ümumiyyətcə nəyimiz olub? Bölmüşük də bir insan. Necə tanış olmuşsunuz ümumiyyətlə Deniz bəylə? Deniz bəy, mənə sual versə, yəni parkda elə oturub içirdim, yəni elə o da dostu ilə idi. Dostunuz kim idi Deniz bəy? Çox təəssüflər olsun ki, o vaxt bir nəfər də var idi, Moskvaya gedəsi oldu və gedə bilmədi, aeroportda içki içib və onun təyyarəsi uçub, bileti yanıb, çünki elektron biletidir.
qayıdıb o da çöldə başladı qalmağa. Çox gözəl bir insan idi Emin. Çox təəssüflər olsun ki, bu içkiyə görə bu rəhmətə gedib. Şəhərin podvallardan birində mənə həbər gəlib ki, burada oradan da yəni rəhmətə gedib. Mənim üçün çox böyük bir zərbə olub o. Çünki mən ürəkcə istəyirdim ki, ona da kömək edeyim. Hətta işə düzəldim bir tikintiyə. Biz gözlər zəif görürdü, pulum az idi. Pulu yığırdım ki, belə demək istəyirdim ki, qəpik-qəpik ki, buna bir eynək alım, maske alım ki, gözü görsün. Təəssüf olsun ki, həqiqətən də yəni çox başladı içki içməyə. O həmənki aptek spirti qarışdırmamışa keçdi və günləri bir günü xəbər gəlib ki, bunun meydini tapıblar podvallarının birində. Oyunun gəldim ki, biz çıxmışdıq, biz də bir də gördük bir skameykada şəhərin parklardan birində Faiklə dostlaşdıq, daha doğrusu bir sigaret istədik və sözün dalınca gördüm ki, insan çox yaxşı insandır, həqiqətən çox sakit adamdır. Belə danışdıq, ondan sonra da mən gördüm ki, bu insan həqiqətən də hər bir şeyi mənlə bölüşüb, bölürdü, çətinlik olanda, baxmayın da, bu çöl həyatı çox çətin bir şeydir. Momentlər gəlir ki, bəzi momentlərdə insan çox sıxılır, çıxılmaz vəziyyətin çıxış yolu görmür, özünü başlayır qınamağa və bu momentlərdə doğrudan da belə insanlar lazımdır ki, hansı kimə bir dərdini danışarsan, biraz münasibətdə olarsan, biraz deyib danışarsan həyatından, belə deyərdim. Və biz də ondan sonra da demək olar ki, telefonumuz da yox idi, bir-birimizi tapa bilmirdik, amma Allahın köməliyi ilə necə bir-birinin qabağına çıxırdıq hər gün. Bu insan da haradasa nəyi var idi, yemək idi. Hətta deyirdiniz ki, bölürdü bizlə. Bəli, restoranda, yəni də orada mən utanırdım restoranlarda yemək istəməyə və Faiqi tanıyırdılar. Çünki azdan çoxdan 4 il bu adam çöl həyatı yaşamışdı və gətirirdi, hətta bir balaca da olsa o yeməyin tam yarıdan bölürdü məndən. Deyirdi ki, mən utanırdım əlbəttə ki, deyirdim, yox, istəmirəm, nə bilim, deyirdim ki, özün yeyir, mən toxam, yalandan deyirdim, amma yox, deyirdi ki, yox, sən yeməsən, mən də yeməyəcəm. Məcbur olurdu ki, yemək yeyirdim. Danışırdı, mən də danışırdım ki, mən xarici ölkələrdə olmuşam, gəlmişəm və mən həmişə sakitləşdirirdi ki, vaxt olacaq, hər şey yaxşı olacaq, sən düzgün motivasiya verirdi, düzgün yolu addım atacaqsan. Ona görə də mən bu reabilitasiya mərkəzində müalicə alarkən mən tez-tez vaxt fikirləşirdim ki, inşallah mənim imkanım olar, mən taparam Faiqi, yenə də deyirəm, telefonum yox idi, taparam və ona da bir balaca da olsa köməyim dəyər. Necə tapdınız Faiq bəy? Çox böyük bir müddət axtarırdım mən. Deməli, bir 20 günə yaxın şəhər mərkəzinin demək olar ki, bütün küçələrdə bir 7, 8, 9 dəfə də elə olub ki, keçmişəm, dəyişmişəm parkları, hər parkın bir skameykalara baxa-baxa, yüzlərinə, diqqətlə baxa-baxa birdən bu insan dəyişilib. Axtarırdım, soruşurdum və birdən bax ilahi qüvvə də 20-ci gün mənim elə bir gecələr də gəzirdim, axtarırdım onu. 20-ci gün gələndə bir də gördüm ki, həqiqətən də parkda oturub, inanmadım gözümə, yaxınlaşdım, dedim. Mənə zarafat Çavçersko deyirdi. Çavçersko, mən Moldavan olduğum görə, həmişə Çavçersko gəldi və birdən gördüm ki, dedim, Faiq, sən misin? Dedi, hə, mənəm, dedi, Çavçersko, sən gəldin. Belə də rastlaşdıq və həmən dəqiqə mən Təmiz Həyat Reabilitasiya Mərkəzi mənim dostum, qardaşımı Tərlan bəyə yıxdım və sağ olsun, öz köməyi də göstərib, gəldi, götürdü, gətirdi reabilitasiya mərkəzinə və şükür olsun Allaha. 9 gün buradadır, özü yaxşı hiss eləyir, düzəlmə, salma yolundadır, biraz get-gedə yaxşılaşır. Baxıram, maşallah, gürur duyuram. İnşallah da bu müalicə prosesində də müalicə ala və necə deyərlər ki, düzgün yola addım atar. İnşallah. Faiq bəy, siz özünüz istəyirdiniz, müalicə alasınız, sağlam həyata qayıdasınız. Başa düşürdünüz də ki, düz yolda deyilsiniz. Bəli, əlbəttə.
İstəyirdim, Allah razı olsun Cinistan Tərlan müəllim. Ümumiyyətlə belə bir şey düşünürdünüz ki, Deniz bəy sizi tapacaq, gətirəcək bura? Demişdi, mənə qabaqcadan demişdi. Elə o hardasa ondan bir müddət qabaq mənə demişdi. Özünü gördüm, dəyişilib gəlib. Sağ olsun. Çox dəyişib, hə? Qonaq elədi, mənə biraz yemək, içmək almışdı mənə, sağ olsun. Bir dənə də söz demək istəyirəm ki, yəni mən o ilə görüşəndə bu Faiklə məni bayaq dediyin ki, məni tanımadı. Nə yaxşı görsənirsən, düzəlmisən, belə ki, çöldə deyilsən, yaxşısan. Bu nətər oldu? Dedim, belə reabilitasiya mərkəzini keçmişəm, müalicəni keçmişəm, düzəlmişəm. İndi hal-hazırda içki, zərarlı maddələr mən qəbul etmirəm, sağlam yolundayam. Gördüyün kimi Allah da qapıları bir-bir açır, gözəl, maraqlı insanlarla tanış oluram, münasibətdəyəm. Həm də reabilitasiya mərkəzini o qədər qayğı görürəm. Yəni mən indi yaşayıram və hər bir anda hər bir insandan yaxşılığı görməyə başladım və həzz almağa başladım həyatından. Dedim, nə gözəl. Dedim ki, bəsdir də. Yəni mən istəyirəm son qoy bu həyata, yəni çöldə qalmağa bəs idi də sənə. Gəl sən də müalicə prosesinə qoşulun, özü bir düzələrsən, mənim kimi olarsan. Bu mənə baxdı. Biraz komikada oturdu, mən qabağında dururdum. Mənə baxdı, dedi ki, mən də sənin kimi olaram, sənədim olar, işləyə bilərəm. Dedim, hə, yəni mən sənə deyirəm ki, mənə inan. Biz səninlə bu boyda çətin zamanlar bir yerdə olmuşuq, bir çətin zamanlar keçmişik. Yəni bu çöl həyatı yenə də təkrar eləmək istəyirəm ki, çox çətin həyatdır. Yəni ona son qoyaq. Dedi, hə, mən dedim, sağlamaq istəyirsən, doğru yol addım atmaq istəyirsən, dedi, hə, mən addım atmaq istəyirəm. Faik bəy, siz demək olar ki, yəni uşaqlıq yaşamamısınız da. Məktəbdə də deyəsən 3 sinif oxumusunuz. 3 sinif oxumuşam, bəli. Amma buna baxmayaraq, bayaq elə Deniz bəy söhbət eləyirdi. Dedi ki, siz 3 dil öyrənmişsiniz. Yazıb oxumağı da bacarırsınız, belə başa düşürəm. Rus dilini bilirəm, elə orada 3 sinif oxuyanda öyrənmişəm. Bir də Azərbaycan dili də. Yazıb oxumağı da bacarırsınız. Bəli. Yəni necə oldu ümumiyyətlə? Bax, gəldiniz, küçəyə gəldiniz, düşdünüz. Hər halda ailə qurmuşdunuz, eviniz, eşiyiniz yəqin ki var idi də, hardasa yaşayırdınız, hardasa işləyirdiniz yəqin ki. Malyaram özüm, yəni ev ustasıyam. Evlərdə işləyirdiniz. Öz eviniz var idi? Yox, kirayə yaşayırdım. Kirayədə. Övladlarınız var? Bəli, 2 oğlum var. Allah saxlasın. Hardadır indi bəs övladlarınız? Anası ilə. Hardadır bəs anası, bilirsiniz? Anası evində olardı, Lənkəranlıdır. Lənkərana köçüb gedir. Yəqin ki də oralıydı. İndi övladlarınızı hər halda axtaracaqsınız da buradan çıxanda, maraqlanacaqsınız. Yəqin ki də imkan, yəni anası istəmir görüşməyə uşaqla mənim. Amma indi Allah qismət eləyər əlbəttə uşaqlarla görüşər. Neçə yaşları var övladlarınızın? 2010-dur, 2012-dir də, yəni neçə il, 14, 16. Artıq yeniyetmədilər. Bayaqki o sualıma qayıtmaq istəyirəm. Yəni biz artıq neçə vaxtdır da bu cür insanlarla ünsiyyətdə oluruq. Alkoqolizmdən əziyyət çəkən, narkomaniyadan əziyyət çəkən. Yəni onların əvvəlki vaxtları ilə indiki vaxtlarına baxanda çox böyük bir fərq var. Siz cəmi 9 gün buradasınız, yəni. Və baxanda da elə bir xüsusi bir fərq yoxdur, yəni sizdə. Yəni deyim ki, çox pis vəziyyətdə idiniz, indi düzəlmisiniz. Ola bilsin indi biraz düzəlmisiniz, biraz daha yəni kökəlmisiniz belə deyək. Amma yəni elə bir xüsusi bir dəyişiklik yoxdur. Bu nə ilə əlaqədardır? Yəni çox içmirdiniz, yoxsa nə məsələdir? İçirdim, çox gün, hər gün 2-dən 3-dən spit içirdim ən azından. Prosta fikir eləməmişəm də, yəni fikirləşmişəm ki, taleyin işidir də, indi alınmadı, ailə də alınmadı. Qadındır da, xasiyyət tutmayanda tutmur da. Belə düşünürəm. Yəni onun fikrini eləməmişəm də, fikirləşmişəm ki, Allah verdiyi payda yaşayıram, pis yaxşı. Yəni Allahın ümidinə buraxmısınız da həyatınızı. Bəs ümidiniz var idi ki, nə vaxtsa həyatınız dəyişəcək yaxşılığa doğru? Yox, elə bir fikir, ümidim yox idi. Yox, çöldə qalan insanım. Yəni belə bir cinisi nəzərə almasaq, yox, elə bir ümid. Taleyinizlə barışmışdınız? Bəli, əlbəttə barışmışdım. Bəs necə yaşayırdınız? Qışı var bunun, yayı var, payızı var, yaxşı var. Sonra o paltarlar yığmırlar. İndi təzə çıxmışdı, çəhrayı butkalar var idi. Onun içində qalmışam. Çətinə qış idi da, yayda elə bilsən deyən problem olmuyor. Yəni sizə bəs problem yaratmırdılar. Küçədə yaşayan adamlara hər halda, yəni bu normal bir şey deyil də, ən azından asayiş xidmətçiləri yaxınlaşa bilər. Belə çalışırdım ki, insanlara zərər yetirməyim də, yəni mümkün qədər qırağa çəkilirdim. Yəni belə
Bəs yemək, içmək sizə kim verirdi? Deniz bəy deyir, restoranlardan yemək götürür. Restoranlardan alırdıq, sonra qablar yığırdıq. Yəni restoranlarda sizə pulsuz yemək verirdilər. İndi eləsi var verirdi, eləsi var vermirdi. İstəyirdik, o qədər restoran var ki. Bəs nə o pulsuz deyirsiniz qablar yığırdınız. Hansı, yəni nə qabları idi o? Aparırdınız, satırdınız o qabları? Dəmir qablar, pivə qabı, sonra Xel qabı, pivə qabları, bu alüminium qabları yoxdurmu? Bizon qabları. Yəni ümumiyyətlə bu yığırdı. Qaybul məntəqələri var idi ora məntəqələri. Ora təqdim edirsən, pul əldə edirsən, belə. O pulla da gedib içki alırdınız. Həm içki, həm də dolanırdıq da. Hər halda yəqin ki, ucuzlu içki içirdiniz də. Hə, 70-80 köpüydü də spirt. Aptek spirti də içirdiniz. Bəs o sizə pis təsir eləmirdi? Yox, öyrəşmişdi də. Ona imkanımız ona çatırdı onun üçün. Siz indi buradasınız, reabilitasiya mərkəzindəsiniz. Sizin təbii ki, ruhi vəziyyətinizlə işləyirlər. Sizi yenidən motivasiya edirlər ki, yəni bu asılılıqdan uzaqlaşasınız. Bəs fiziki cəhətdən, yəni bu daxili orqanlarınızı müayinə eləmisiniz, bilirsiniz ki, problem nədədir, tutalım. Ola bilsin, bu uzun müddət siz içki içmisiniz də hər halda. Hansısa bir ciyərinizdə problem ola bilər, ya ürəyinizdə, hansısa bir daxili orqanınızda. Elə ciddi problemim yoxdur, şükür Allaha. İndi idmana zada da qoşulmuşam, amma əvvəl o şey yox idi məndə. Yəni çöldə olanda belə cəld hərəkətlər eləyə bilmirdim, yəni çox yorulurdum. Amma indi yavaş-yavaş özümə gəlirəm. Müayinə eləyiblər sizi? Belə normalam, belə yoxlayıblar, normaldır, hər şey yaxşıdır. Yəni bugün sizə motivasiya verən nədir? Bax, bugün sağalma prosesindəsiniz də. Nədir motivasiyanız? Buradan çıxanda nə düşünürsünüz? Həyatınızı necə quracaqsınız? Cəmiyyətə qoşulmaq istəyirəm də. Qoşulub nə etmək istəyirsiniz? Hansı peşənin sahibi olmaq istəyirsiniz? Yenə malaram, öz işimlə, gücümlə məşğul olmaq istəyirəm, belə başqa. Yəni övladlarınıza qovuşmaq, onların həyatında iştirak eləmək. Tam qovuşmasam da, belə də, qıraqdan, əlbəttə istəyirəm, övladlarım da istəyirəm qovuşum, əlbəttə. Nəsə dəstək olun, mən də onlara. Əsasən elə övladlarımı fikirləşirəm ki, onlara hansısa istər maddi olarsa maddi, olmaz mənəvi, nəsə dəstək eləyərəm də, nə imkanım olar onun. Əsasən də maddi çalışaram, dəstək olun uşaqlarıma. Onlar da mənə kimi gedib hansısa pis yola düşməsinlər. Yəni uzun müddət verməyə çalışaram inşallah. Uzun müddət siz belə deyək də, yəni normal həyatdan uzaqda olmusunuz. Normal belə deyək də, hətta çarpayıda yatmamısınız, normal yemək yeməmisiniz. Və burada sizlə necə rəftar edirlər? Yəni o bütün o ehtiyacınız olan həmin o qayğıdır, diqqətdir, yeməkdir, yatmaqdır. Yəqin ki, hamısını qarşılayırlar. Bu sizdə hansı hisslər yaradır? Bu məndə çox ülvi hisslər, yəni necə deyirlər, insan edə biləcəyi ən xoş hisslər yaradır. Yəni çox insan mənə yaxşılıq eləyib. İndi çöldən keçəndə adam var 5 manat verib, 3 manat verib, məsəl üçün yaxşılıqlar eləyiblərdi. Amma bu yaxşılığın əvəzini ancaq Allah verə bilər. Mən məsəl üçün onlara onu ödəyə bilmərəm. Tam təmənnasız sizə kömək edirlər. Mənə tam təmənnasız kömək olunub. Allah cinsindən razı olsun və bütün Tərlan müəllimdən hamısına razı olsun. Yəqin ki, mən də yaxşı əməlimlə ümumiyyətcə ödəyərəm onu, yəni belə. Bu sizin boynunuza çox böyük bir məsuliyyət qoyur əslində. Hər kəs sizin qədər şanslı olmur ki, yəni bax belə bir həyatın dibindən sizi dartıb çıxardıblar sözün əsl mənasında və təmənnasız sizə kömək edirlər, kömək əllərini uzadıblar. Bugün sizin üçün hər cür şərait yaradılırlar ki, siz yenidən normal həyata qayıdasınız. Əgər yenə də bunu qiymətləndirməyib, həmin o həyatınıza qayıtsaz, həm özünüzə xəyanət eləmiş olacaqsınız, həm də bu insanlara xəyanət eləmiş olacaqsınız. Hər halda bunu dərk edirsiniz. Bəli, əlbəttə dərk edirəm və əmin etmək istəyirəm ki, sağ olsunlar. İndiyə kimi kömək olublar. Bundan sonra da olarlar. Əziyyətini yerdə qoymaram onların inşallah ki. Və indiyə kimi də sağ olsunlar. Bütün o dediklərinizin hamısı həyatda da var. Yəni istər dərs yazıram, misal üçün yazmağı, pozmağı təzədən öyrənirəm. Yəni bunların hamısını keçirəm, oxumaqdır. Allah razı olsun hamısından. Yəni bildiyimi, savadımı da təzəliyirəm də yəni. Mən deyərdim, ən gözəl sevinç mənim üçün və Tərlan bəy üçün mən deyərdim ki, ən gözəl bizim sevincimiz o olardı ki, bu insan doğrudan da bu cəmiyyətə sağlam həyata qayıtsın və sağlam həyatı yaşasın. İnşallah elə doğru. Ən gözəl bizim üçün budur. Çünki mən indi də baxıram bu balaca addımların özünə gündən-günə yaxşılaşarkən mən xoşbəxt oluram. Mən baxıram doğrudan da Allahdan şükür edirəm ki, bu insan
get-gedə cəmiyyətə doğru gedir, ay həyata doğru gedir. Mən fəxr edirəm həqiqətən də belə insanlarla. Faiq bəy, yəni çox narkotik asıllardan eşitmişik ki, bu sağalma prosesində müəyyən mərhələlərdən keçirlər. O bədənləri ağrıyır, o ağrıdan çıxırlar. Psixoloji cəhətdən, yəni bunlarda katarsis prosesi gedir. Yəni həm düşüncələr təzələnir. Yəqin ki, alkoqoliklərdə də eyni vəziyyət yaşanır da. Siz də uzun müddət alkoqolizmdən əziyyət çəkmirsiniz. Qanınız zəhərlənib, orqanizminiz zəhərlənib və bu 9 gündə siz içki içmirsiniz. Hansı mərhələlərdən keçdiniz? Ən çətin məqamlarınız nə oldu? Ən çətin o gələndə istəyirsən də, yəni istər-istəməz hər gün onun ki, asıllıq var idi də. Hər gün onun ki, istifadə edirsən, yenə istəyirdim. Amma psixoloji problemim olmayıb da. Yəni özümə məqsəd qoymuşam, cinsdə biz o dibin lapseyin görmüşük də. Yəni canım ağrısa da, ürəyim istəsə də burada dərk edirəm ki, yəni mən getməliyəm də qabağa. Mənim seçimim yoxdur. İnsan var onun kefindən eləyib, mən kefimdən eləməmişəm. Yəni mən düşmüşəm ora. Həm də güclü insansınız, iradəniz var. Psixoloji güclü insanım. Yəni, hər adam belə yəni tez bir zamanda özünü kökləyə bilmir. Orqanizm düzdür, tələb eləyir, amma mən psixoloji güclüyəm, bəli, o mənada ki, mən bilirəm ki, onu eləməliyəm də. Yəni başqa seçimim yoxdur mənim. 12 addım sağ olsunlar, dibdən çıxardıblar, mənə gətiriblər. Mən həm onları, həm özümü aldada bilmərəm axı, yəni. Xəstə olduğunuzu, asılı olduğunuzu çoxdanmı dərk eləmisiniz? Bəli, əlbəttə. Yəni başa düşürdünüz ki, xəstəsiz, asılısınız, amma başqa yolunuz yox idi, belə deyək. Başqa yolum olmayıb, bəli mənim. Yəni ora düşmüşəm də, mən o içməsəm, misal üçün insan fikir içirdim, xəyallarım, fikrim dağılırdı, günümü keçirdirdim də elə içində yaşayırdım. Reallıqdan qaçırdı ki, o fikirlər, negativ fikirlərdən qaçırdı bu insan. Ona görə istifadə edirdi. Sadəcə olaraq bilirsiniz necədir? Təbii ki, çox ağrılı bir şeydir insanın ailəsini itirməyi, övladlarından uzaq düşməyi. Amma insanın əgər əlində peşəsi varsa, insan əgər o peşəsinlə, halal zəhmətinlə pulunu qazana bilirsə, niyə axı həyatın dibinə düşür? Siz yenə də işləyə bilərdiniz, pulunuzu qazana bilərdiniz, kirayədə yaşaya bilərdiniz. Nədən birdən-birə küçələrə düşdünüz? Nədən birdən-birə? O misal üçün yenə deyirəm, mən cinsi gördüm. Misal üçün, o necə, mən eyni şeylərdən, oxşar da şeylər yaşamışıq, düşmüşük ora. Cinsi gördüm, alınır, mən də gəldim, qoşuldum. Yoxsa mən bura... Deməli, o vaxta qədər belə ağlımdan keçmir. İradəli deyilmişsiniz, zəif iradəliydim. Beynimdə, fikrimdə güclü olsam da, amma inanmırdım. Yox, inanmırdım ki, mən bura qayıda bilərəm. Yəni, amma gördüm, bəli, gördüm ki, mümkündür, mən də ona razılıq verdim. Yoxsa belə məndə alınmazdı. Yəni bax, bütün bu reabilitasiya prosesini keçəndən sonra, reabilitasiya prosesini keçəndən sonra buradan ayrılacaqsınız, yoxsa siz də digər insanlar kimi kömək eləyəcəksiniz, özünüz kimi, yəni asılı insanlara? Asılı insanlara yəqin ki, amma belə burada yox, çətin mənim peşəm deyil. Mənim ki, ancaq belə... Usta kimi işləmək istəyirsiniz? Usta kimi işləyərəm, belə nəsə lazım olar, maddi imkanım olar, belə kömək eləyərəm, başqa cür yəni. Yəqin ki, məndə alınmaz. Məndə o istedad yoxdur, yəni onun kimi. Sizə uğurlar diləyirik. Çox sağ olun, xanım. Bu sağalma prosesində inşallah ki, axıra qədər gedəcəyinizə inanırıq. Tərlan bəy də sağ olsun ki, sizi təmənnasız burada saxlayır, sizin üçün hər cür şərait yaradıb. Sağ olun. Biz də, mən də ilk növbədə, yəni öz tərəfimdən də sizə də təşəkkürlər, minnətdarlıq bildirmək istəyirəm ki, yəni bizdə Azərbaycandan belə bir layihə var, belə bir proyekt var. Həqiqətən də biz yaxşılığa doğru gedirik. Mən hər gün də izləyirəm sizin bu narkotik.az layihələri və həqiqətən də sevinirəm ki, yenə də deyirəm, təkrar edeyim ki, birlikdə biz güclüyüz və belə addımlarla biz yaxşılığa doğru addımlayacağıq da. Yəni mən sizdən də fəxr edirəm həqiqət. Sağ olun.